kiçik yaşlarımdan idmana böyük marağım. Artıq bir neçə ildir profesional idmanla məşğul oluram. Özüm 5 qat Avropa, 4 qat dünya çempionuyum. Beynəlxalq dərəcəli hakiməm və beynəlxalq dərəcəli ustasıyam. Bildiyiniz kimi 2012-ci ilin yekununda əldə etdiyimiz uğurlarla bağlı qeyri-olimpiya idman döyüş növlərinin ən yaxşı məşqçisi adına layiq görülmüşəm və Azərbaycan Milli Ensiklopediyasına adı düşmüş idmancılardanam. Mən idman haqqında çox geniş, çox günlərlə, aylarla danışsaq təbii ki, tükənən deyil. Karate idman növü belə bir idman növüdür ki, karate paşlıq, təmizlik, sülhlük o deməkdir. Karate müharibə vaxtı özünü müdafiə, adi vaxtı uzun ömürlük deməkdir. Karate bu günləri dünyada çox geniş yayılmış bir idman növüdür. Bu gün artıq karate ilə 192 ölkədən artıq 192 ölkədən çox ölkədə inkişaf edibdir. Və o karatenin ən güclü inkişaf eləmiş ölkələrindən biri də Azərbaycandır. Ki bugün Azərbaycanda karate çox yüksək səviyyədə inkişaf edib. Bu günləri artıq Azərbaycan idman məkanına çevrilmişdir. Yəni Azərbaycanda karatenin dünya Avropa çempionatları keçirməkdə davam edir və Azərbaycan karateçiləri uğurları dünyada dəfələrlə əldə edib ki, bugün artıq Azərbaycanda bu idman növü çox yüksək səviyyədə inkişaf edib və get-gedə də kütlə arasında daha da davam etməkdə eləyir. Yəni bu günləri karate özünü müdafiə və sağlamlıq deməkdir. Bugün karate ilə hər bir kəs, hər bir yaş dövründə məşğul ola bilər. Yəni karate bu demək deyil ki, bu günləri mən karateni öyrənirəm, nəyəsə və kiməsə görə yox. Karateni idman növü olaraq yox, karateni öz sağlamlığın üçün öyrənmək lazımdır ki, hər zaman hər kəs istəyir ki, həyatda sağlam olsun, hər bir insan istəyir ki, həyatda ideal, gözəl qaməti olsun, sağlamlıq olsun. Bu da yalnız və yalnız bu idmanla məşğul ola bilən insan üçündür. Ona görə də bu karate ilə məşğul olan insan həmi dünya görüşü, həmi çox yüksək səviyyədə olur. Yəni karate insana çox şey öyrədir. Karate kitabdan oxumaq, dəftər vasitəsində yazmaq kimi deyil, praktik həyat təcrübəsidir. Onu kim ki yaxşı dərindən öyrənirsə, o həyatda da bütün sahələrdən fərqli olaraq idmanda da çox fərqlənir, seçilir. Bu günləri bizim Azərbaycanımızda karate doğrudan da dünyanın ən karate inkişaf eləmiş ölkələrinin siyahısında başda olan bir ölkəyə ki, bizim bugün karatemiz, bizim artıq karate idmançılarımız dünyada öz sözünü dəfələrlə demişdir. Siyaveş qardaşım, bu günləri bizim elə bir idmançımız var ki, sualım var bölümün, əgər eşidirsən məni. Üzrəm, Siyaveş qardaşım, əgər mənim səsimi eşidirsinizsə, sual vermək istəyirdim. Maraqlanardım, biləm ki, yaxşı bilirsən ki, İranda da karateyə çox maraqlar var. Çoxlu illərdir ki, bu sayədə çox işlənilir və bəli, çox işlənilir və bu sayədə maraqlı uğurlar da əldə olunub. Amma səndən xahiş edirəm, dediyin kimi, Azərbaycan Respublikasında da çox inkişaf eləyir, karateyə kütlələrdə çox maraq var. İran və Azərbaycan idmançılarının əlaqəsi və bu əlaqənin yüksəlişi üçün sənin üçün təklif var ya nə səviyyədə gedir? Bu barədə bizim üçün danış lütfən. Bəli, əlbəttə. Yəni bu günləri karatenin inkişaf eləmiş ölkələrindən bir çox ölkələr var ki, məsəl üçün bizə ən yaxın ölkələrdən biri də İran İslam Respublikasıdır. Yəni İranda karate yaxşı inkişaf eləyir və bizim Azərbaycan komandamızla çox yaxşı münasibətdəyik. Yəni dəfələrlə biz dünya, Avropa çempionatlarında
görüşmüşük ve ondan da başka biz defalarla birbirimize teşrif alırıq. Bir yerde təlim məşq toplantıları keçmişik ve biz bu yaxınlarda İran'ın Təbriz şəhərində biz bir dəvət aldıq. Karate'nin bağlı yarışımız, orada bir yarışımız vardı. Biz orada çok yüksek seviyede karşıladılar. Bizim orada təlim məşq toplantısında iştirak elədik ve ondan sonra bizim yarışımız oldu. Çok yüksek seviyede. Yani ben artık öz gözümle gördüm ki orada artık idmana maraq daha çoxdur. Bu günləri bizim birçok idman növləri var ki, onların da içinde en daha çok kütle arasında yayılan idman növlərindən biri de karatedir. Ve orada artık İran'da da o geniş yayılmıştı. Ve yani onları ben tek burada İran'da değil, başka dünya ölçelerinde de biz yarışta olanda biz komanda olarak bir yerde yani təlim məşq toplantılarında, yarışlarda bir yerde iştirak edirik. Dəfələrlə çox olur. Yani çok güzel de münasibət var bugün karateye. Artık siz bilirsiniz ki karate idman növü 2015-ci ildə Avropa Olimpiyadası keçiriləcək ve o məhz Azərbaycanda olacaq. Azərbaycanda keçiriləcək. Yani bu da onu gösterir ki bizim idmançılarımızın dünya arenalarında, Avropa Dünya Çempionatlarında elde ettiği uğurların nəticəsidir ki bu günləri Avropa Olimpiyadası məhz Azərbaycanda keçiriləcək. Yani bu çok sevindirici, çok gösterici bir nümunə aldı. Bəli, Siyavəş qardaşım, səndən təşəkkür edirəm. Çoxlu söhbətlərimiz var idi, amma vaxtın az olduğuna görə deyəsən söhbət eləyə bilməyəcəyik. Təşəkkür edirəm, dəvətimizi qəbul elədin və bizim stüdyomuza təşrif buyurdun. Səninlə xudahafizləşirəm. Vaxtımız az, əziz tamaşaçılar, söhbətimizi Tehran stüdyosunda davam etdirək. İranın Rafting Cəmiyyətinin müdürü bizə qonaqdırlar, cənab Kiyanuş Mehrabi. Cənab Mehrabi, mənə belə gəlir ki, 2 dəqiqə həddində artıq danışmağa vaxtımız var, ondan çox vaxtımız yoxdur. Səndən xahiş edirəm ki, İranda rafting üçün olan potensiallardan, təbii potensiallardan və digər potensiallardan bizə məlumat verəsiniz. ایران کشور خیلی بزرگیه که خب Bildiyiniz kimi İran doğrudan da böyük bir ölkədir. Amma buna baxmayaraq İranda o qədər də çox çay yoxdur. Amma İranda olan çaylar, xüsusilə Elborz dağlarında olan çaylar bu idman növü ilə məşğul olmaq üçün münasibdir. Bəzi çaylarda, xüsusilə Çarmahal Bəxtiyarı, İsfahan, Kurdistan və hətta gələn həftə ölkə səviyyəsində rafting üzrə idman yarışları keçiriləcək. Çarmahal Bəxtiyarı Ostanında, Zayəndərud çayında. Bu çaylar, bu vilayətlərdə mövcud olan çaylar doğrudan da rafting idman növü üçün münasib sayılır və bu ostanlarda münasib şərait yaradılıb bu idmandan ötürü. Həm turizm baxımından, həm macəra baxımından və həm də idmanla məşğul olmaq üçün münasib şərait yaradılıb. Biz hamını buradan dəvət edirik ki, gəlsinlər, yaxından görsünlər, bu həyəcanı yaxından hiss etsinlər, bu adrenalı yaşasınlar. Bəli, çox qəşəng inşallah ki, qismət olsun və təşrif buyursunlar.